Hər kəsi salamlayıram əziz dostlar. Onlayn şəkildə avtobus biletinin alınması qaydasını sizə göstərmişdim. Amma bu videoda onlayn aldığımız bileti bəs necə geri qaytara bilərik onu sizə göstərəcəm. Video keçməzdən əvvəl kanalımıza abunə olmağı, bəyənməyi və linkini dostlarınızla paylaşmağı unutmayın. Biz də keçid alaq videomuza. Aldığımız onlayn bileti qaytarmaq üçün biz ilk öncə biletin proqramına daxil oluruq. Daxil olandan sonra sol tərəfdə aşağıda biletlərim yazısına klik edirik və onlayn aldığımız biletin məlumatları ekranda görünür. Burada ətraflı düyməsinə klik etsək, burada biletin QR kodunu da görə bilərik. Bir qədər aşağıya düşdükdə, burada qırmızı fonda bileti qaytar yazısını görürük. Bileti qaytarmaq üçün biz həmin yazının üzərinə klik edirik. Burada məlumatlarla tanış ola bilərsiniz. 3 və ya 4 iş gün ərzində bileti qaytarandan sonra vəsait bizim kartımıza köçəcək. Buradan bileti qaytar düyməsini vururuq və buradan bəli düyməsinə vuraraq bunu təsdiqləyirik. Və göründüyü kimi ekranda yazıldı ki, biletiniz uğurla qaytarıldı, vəsait 3-4 iş gün ərzində balansımıza köçəcək. Buradan OK deyirik və artıq bizim biletimiz qayıtmış oldu. Bu qədər. Bugünkü videomuz da bu qədər əziz dostlar. Hansı videoların gəlməyini istəyirsinizsə, rəy bölməsində bildirməyi unutmayın. Növbəti videolarımızda görüşənə qədər.